Salam dostlar, sabahınız xeyir. Bir gün bir funksiya seriyamız devam edir. Bugün sizə 3 dənə belə deyək, yaxın əksiz olan funksiyalar izah edəcəyim. Bu funksiyalar daha çox data analitiklə işlədir və data klinik deyilən bir şey var data analitikdə. Məlumatların təmizlənməsi, düzgün formaya gətirilməsi. Burada QQQ, EE və RRR hərfləri var. Bunun heç bir önəmi yoxdur. Bu da normalda soyad, ad, familiya da ola bilər. Belə rahat deyək və daha sadə olduğunda, daha aydın olduğuna görə bunları seçmişəm. 3 funksiyamız proper, upper və lower. Bunlar müvafiq olaraq tərcümədə düzgün, yuxarı və aşağı deməkdir. Göründüyümüz üzere yəni doğru olan budur. Yəni soyad adda təsəvvür edəcəm bunu belə qoyun. Soyad ad olanda düzgünü budur. Yəni baş hərfli, birinci hərflər böyük yazılır. Həmçinin o da qeyd edim ki, bütün 3 funksiyanın bir dənə parametri var, o da text. Proper edirəm və doğru formaya salmaq istədiyimiz xananı seçirik. Sonra Ctrl D etdikdə və yaxud da bunu hücre selin yanına gətirib plus işarəsi olanda 2 dəfə basında öz avtomatik doldurur. Burada bütün hərflər böyük yazılıbdır, yenə bu formaya salıbdır. Bütün hərflər balacadır, yenə bu formadadır. Və burada fərqlidir, bir hərf böyük, bir hərf balaca, yenə də bu doğru formaya salıbdır. Proper, biraz yanlış anlaşılmasın, prophet Peyğəmbər sözünə oxşayır. Yəni, oradan biraz özünüzə assosiasiya edə bilərsiniz. Birincilər, yəni Peyğəmbərlər də hər dinlərin birinci inananlar olubdur. Öz dinlərinin, yəni burada birincilər böyükdür. Bu formada yadda saxlaya bilərsiniz. Upper, up, yuxarı, up sözü yuxarı sözünə oxşayır. Oradan yadda saxlamaq olar. Baxın, bütün hərfləri hüceyrədəki böyük yazır. Bu onsuz da böyük deyək. Bu da böyük şeyləyib, olduğu kimi qaytarıb. Amma qalanlarda bütün hərflər böyükdür və burada qeyd edeyim ki, ancaq rəqəmlərin böyük balacası olmadığına görə ancaq bu tekstlə işləyir. Onu da qeyd etməkdə fayda var. Hətta misal üçün 3.5 ya 3. Misal üçün baxın, onsuz da fizik olaraq ölçüsü eyni olduğuna görə eyni şeyi qaytarır qismən. Və belə. Və lower. Lower da aşağı anlamına gəlir. Yəni, bu funksiyalar yadda saxlamaq asandır deyə mən üçün eyni anda göstərirəm. Bu da bütün hərfləri balac edir. Bu da belə. Bu günlük bu qədər. Gələn dərslərdə görüşəndək kanalımı bəyənib, paylaşmağı, dostlarınızla göstərməyi unutmayın. Sağ olun, sağlıqla qalın. Hər hansı bu suallarda komment bölməsi, rəy bölməsinə qeyd etməyiniz kifayətdir. Sağ olun, sağlıqla qalın.